Qarşıdan qarlı şaxtalı qış gəlir. Əvvəlki illərdə ilk qar yağan kimi yolların, körpülərin buz bağlaması paytaxt sakinləri və sürücülər üçün ciddi problemlərə səbəb olurdu. Bəs bu il necə? Aidiyyatı qurumlar qışa hansı hazırlıqlar görürlər? Bu barədə əməkdaşımız Rəşad Vəkilov danışacaq. Qış mövsümündə paytaxt yollarında hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq qarlı havalara hazırlıq tədbirləri bu gün də davam etdirilir. Mövsümlə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyinin göstərişinə əsasən artıq xüsusi qərargah yaradılıb. Paytaxt rayonlarının qurumları arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib. Cavabdeh şəxslərə tapşırıqlar verilib. Qərargah qış mövsümü başa çatana kimi İcra Hakimiyyətində 24 saat fəaliyyət göstərəcək. Qarşıdan gələn şaxtalı qarlı günlərdə paytaxtın küçə və prospektlərinin qardan və buzdan təmizlənməsi üçün Sanitariya Texniki Təmizlik İdarəsinin balansında kifayət qədər duz ehtiyatı var və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qarşıdakı günlərdə bu duz ehtiyatının daha da artırılması planlaşdırılır. Bundan başqa şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib. İdarənin balansında olan 60 ədəd maşın və mexanizmin hər biri qış fəslinə tam hazır vəziyyətə gətirilib. Elə hazırda onların sazlığının yoxlanması üçün hər birini fərdi qaydada texniki baxışdan keçirilir. Payız-qış mövsümü ilə əlaqədar olaraq bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb və bu işlər bu gün də davam etdirilir. Xətai rayonu ərazisində də qış hazırlıqla bağlı bir sıra işlər həyata keçirilir. Hansı ki, payız aylarından başlayaraq yaşayış binalarının dam örtüyü izolyasiya olunmaqla əsaslı təmir olunur. Hansı ki, son günlər bu kimi 30-a yaxın binanın dam örtüyü təmir edilib. Mənzil fondunda əsası təmir işləri, yəni binaların dam örtüşləri, fasadları, girişləri əsası təmir olunur. Demək olar ki, bu il 30-a yaxın binanın dam örtüyü, fasadı və girişləri əsası təmir olunmuşdur. Qapı layları, pəncərə çərçivələri yenisilə əvəz olunmuş. Mənzil Kommunal Təsərrüfat Birliyinin 15-ə yaxın texnikası var ki, həmin deməli yoxuş yollarla əgər nəqliyyatın hərəkəti məhdudlaşarsa, dərhal həmin texnika ilə duz səpilməsi nəzərdə tutulur. Deməli 250 tona yaxın duz tədarükü görülmüşdür. Nəsimi rayon ərazisində isə qış mövsümünə hazırlıq işləri çərçivəsində 20-yə yaxın ümumi yaşayış binalarında əsaslı təmir işləri aparılıb. Binaların dam örtüyü dəyişdirilib. Yağış suları axıdılan boru və navalçalar təmir edilib. Binaların giriş qapı və pəncərələri yenilənib. Bundan başqa rayon ərazisində vətəndaşların müraciətləri əsasında 70-ə yaxın mənzilin damında cari təmir işləri aparılıb. Məlumat üçün bildirək ki, qarlı şaxtalı günlərdə yolların təmizlənməsi və hərəkətin fasiləsiz təmin edilməsi məqsədi ilə paytaxt yollarında bu ildə 100-ə yaxın texnika işləyəcək. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.